Gəldi bir nəfər İmam Həsən əleyhissalamın vilayəti vaxtında, imaməti dövründə. Gəldi bir nəfər, ağzının, dişinin dilində hər nə var idi, hamısını dedi İmam Həsən. Nə var idi, da bir şey qoymadı. Hamısını dedi İmam Həsənə. İmam Həsən də dayanıb baxır, qulaq asır. Axıra qədər qulaq asdı. Bu deyən ağayan da dişinin dilində hər nə var idi, dedi də söz qalmadı. Mərtəbdir ki, Həsən danışmır. İmam Həsən də baxır, qutardı. Ağa buyurdu, qutardı. Bəli. Dedi, görürəm qəribə oxşarsan. O tutuldu. Dedi, bəli, qəribə. Dedi, qəribin evə ehtiyacı olar. Evin yoxdur, aparım səni evə. Birdən ac olarsan, yemək alım sənin üçün. Birdən başqa problemin olar, həll edeyim. Qəribsən, niyə gəlmirsən bura Mədinəyə? Çatışmayan nəsə bağlıdır, müşkülün var, həll edeyim. Düşdü ağamın qədəmlərinədir, ağa bağışlı. Məni Muaviyə öyrədib göndərmişdi bura. Muaviyə dedi mənə, gəl düşürün dibindən çıxan deyəsən. Elhamdülillah. Muaviyə əlbəttə ki, bu əməllə beşli getirməyəcək. Amma bir nəfərin hidayətinə səbəb oldu. Özü gedəcək cəhənnəmə. Amma bir nəfər ki, göndərdi İmam Həsəni xar eləyən, İmam Həsən apardı onu behişdə. Gəliblər bunlar insana başa salalar həqiqəti. Həqiqət nədir? Vaqiiyyət nədir? Əsas insan üçün o birisi tərəfdir. Bizim görmədiyimiz tərəf. Ki onu görə bilək. Görmədiyimiz tərəfi necür görək? Necür ki özümüzün içimizdə görmədiyimiz tərəf var. İbarət ruhdan görmürük, amma bilirik var. Ondan başqa görmədiyimiz şeylər ki var, elə onun vasitəsi ilə görmək lazımdır. Deməli, insanın iki gözü var. Bir bu gözdür ki, bununla səni görürəm. Bir də var, əsli görməli şeylər var ki, görməliyəm, görə bilmirəm. Deməli, insanın iki qulağı var. Bir bu qulaqdır ki, səni eşidirəm. Bir də var, əsli eşitməli şeylər ki var, eşitməliyəm, eşidə bilmirəm. Ağa Rasulullah buyurdu, əgər siz qəlbinizdə olan çirkinlikləri təmizləsəydiniz, pak eləsəydiniz, görərdiniz mən görəni, eşidərdiniz mən eşidəni. Gəlib Ağa Rasulullah insanı bu həddə qədər aparar. Gəl, buna görə xəlq olur. Buna görə məbulus olur. Buna görə 23 il başına daş vurdular. Təzək kötülər başına, dişin sındırdılar, yaraladılar, müharibə elədilər onunla, məcbur elədilər hicrət eləsin. 23 il əziyyət ancaq buna görəydi ki, insan dava, insan yaşayar. Bir şeydə danışan ki, əlbəttə bunu bilirsiniz, danışın orada bir nöqtə var ki, gizli qalmışdı orada, onu istəyirəm açam, o nöqtəni. Ağa Rasulullah, yer ərz edirəm, eşitmişsiniz bunu, Ağa Rasulullahın Məkkədə yaşayanda evindən ki çıxırdı, ən yaxın qonşusu, ən birinci qonşusu, müşrik idi, həmişə güdürdü damın üstündə. Ağa Rasulullah evindən çıxan kimi tezəki tökərdi başa. Allah rəhmət eləsin. Özüm əvvəlcə dedim ki, lənət olmalı. Tezəki tökərdi ağanın başına. Bir gün, 2 gün, 3 gün, Ağa Rasulullah bir dəfə çıxdı, gördü, tezəki tökən yoxdur. İkinci gün çıxdı, gördü, yoxdur tezək tökən. Damın başına tezək atırdı, yoxdur. Soruşdu, Ağa Rasulullah haradadır bunu? Hər gün bu mənim başıma təzək atardı, yoxdur. Bunun bir mənası budur ki, Ağa Rasulullah darıxı vəziyyətsin. Keyf edir. Allah yolunda başına təzək tökürlər, keyf edir. Bir qədəmdə atılır Allah'a tərəf. Bu ilə işim yoxdur. Dedilər, ya Rasulullah, xəstədir. Dedi, gedək başa çıxaq. Ağa Rasulullahın başına təzək tökən kimi mümin olmaz. Müsəlman olmaz. Yəqin müşrik olacaq. Niyə kafir olacaq? Ağa Rasulullah gedir kafiri silə-i rəhl edir. Bizə əmr olub, mümin, müsəlmanlar bir-birini silə-i rəhl eləsinlər. Kafiri yox ki, Allah bizə deyib, müşrikin salamının cavabını alma.
Deyib deməyib Allah. Allah buyurur, kafirin salamının cavabı vacib deyil. Allah buyurur, kafirin salam verdi, cavabını alma, kafirdir. İndi öz peyğəmbəri gedir, müşriki silə-i rəhm eləyir. Kafiri silə-i rəhm eləyir. Nədir mənası? Biri bəndəyə ərz elədi bir dəfə ki, biz hacı, nə qədər eləyirəm, həyat yoldaşım evdə namaz qılmır. Təbliğ eləyə bilmirəm. Bir dənə sözdür ki, mən deyim ona, tutsun söz onu, namaz qılsın. Müminin həyat yoldaşı namaz qılmır. Bir sözdür ki, deyim ona, tutsun onu söz. Bir qalxdım, yox, söz deməyəcəm. Onu bir əməl öyrədərəm sənə. Amma sualım var sənə. Evdə namaz qılırsan. Bəli, qılıram evdə namaz. Dedim, yox, vacib namaz ki, yəqin qılırsan evdə. Vacibdən 17 rükətdən əlavə evdə namaz qılırsan, müstəhəbbə namaz. Dedi, xeyr. Dedim, o heç vaxt namaz olmayacaq. Niyə? Çünki sən evdə 17 rükət namazdan əlavə müstəhəbbi namazı gərək qılasan ki, yəni sən görək 34 rükət qılasan ki, o 17-ni qılsın. Sən özün heç sübh namazına durmursan, onu istəyirsən namaz qıldırasan. Sən elə 17 yerinə 34 qıl, o 17-yə gəlsin. Rasulullah müminə deyir, get silə-i rəhm elə. Rasulullah müsəlmana deyir, get silə-i rəhm elə. Yəni, qohumlarını başa çıxır. Buyurur, xəstə oldu mümin qardaşın, müsəlman qardaşın, get başının üstünə. Elə ki, buna deyir, müsəlman xəstələnəndə başının üstünə getsin, özü müşrikin başının üstünə gedir. Ona görə müşrikin başının üstünə gedir ki, müsəlmanın başının üstünə getsin. Peyğəmbər görək artıq eləsin ki, biz ondan aşağını eləyə bilək. Budur o yatan orada gizli nöqtə. Arzular getdi, kafiri, müşriki silə-i rəhm elədi, iadə elədi, getdi. Qapını döydü, səs gəldi içərdən. Ağa Rasulullah daxil oldu içəri, yorğanı çəkdi başına. Utandı ona. Varmış orada bir istilik. Zatında, fitrətində bir istilik varmış. Tam söndürməyib. Yorğanın altından qışqırdı. Ey Abdullahın yetimi. Ağa Rasulullah belə deyərdilər, utandırmaq üçün. Ey Abdullahın yetimi, gəlmisən bu zəif halında məndən qisas alasan. Ağa Rasulullah buyurdu, xeyr. Xəstənin umacağı olar, xəstənin istəyi olar, könlündən keçəcəyi olar. Xəstə darıxar, gəlmişəm, nə eləyim sən üçün? Ne müşkülüm var, ne çətinliğim var, gedim edeyim sən üçün. Bəlkə bazardan bir şey lazımdır, gedim alım sən üçün. Dinmədi. Ağa Rasulullah fırlandı, qapıdan çıxıb, atdı yorğanı qışqırdı. Əşhədü ən la ilahə illəllah və əşhədü ənə Muhammedən budur, rəhmətun lil-aləmin budur. Rəhmətun lil-aləmin. Aləmlərə rəhmətdir bu iş.